Salam, hər kəsin hər vaxtı xeyir olsun. Mən Şəliyev Təmkin Vidadoğlu, Cəlilabad Göytəpə şəhər sakiniyəm. Özüm 2-ci Qarabağ müharibəsinin iştirakçısıyam və biz buradan bu günləri səslənmək istəyirik ki, Təhsil Nazirliyi cənab Emin müəllimə Göytəpə şəhərində yeni tikilən 2 nömrəli tam orta məktəb Vasif Hüseynov adına olan məktəb bugünkü gündə məktəbdən biz yox və uşaqlar hamısı narazılıq eləyirlər ki, bəs soyuqdur, istilik sistemi yoxdur, məktəbin qazını kəsiblər. Yəni uşaq gəlir evə deyir, ata qutqan, bir dənə də qutqal. Birini almışam deyir, birini də al. Bala niyə? Ata soyuqdur, otura bilmirik, qaz yoxdur. Antisanitar biraz vəziyyət çox yaxşı deyil. Soyuq su, qışın günündə uşaq necə eləyə bilər ki, soyuq su ilə nətər özümüz soyuq su ilə gedib belə əlimizi yuva bilmirik səhər-səhəri. İndi deyək ki, uşaq yuyunsun, alınmır axı belə. 3 övlad böyük gedirəm, 3-ü də oğlan uşağıdır. Özüm necə vətənə gedib xidmət eləmişəm, borcumu yerinə yetirmişəm, sabahları onlar da böyüyəcək, gəlib onları da alıb aparacaqlar bizdən, deyəcəklər vətənin borcu verməlidir. Düzdür, verməlidir, boynumuzun borcudur hamımızın. Amma hatta indi bu uşağa indi belə qayğı göstəririksə, biz biganə yanaşırıqsa biz, yəni bu uşaq sabahları gedib necə vətənin xidmətində dura bilər? Necə vətənin keşiyində dura bilər? Uşaq indidən görməlidir ki, gələcəyi də fikirləşməlidir də. Bax, hara baxır bu məktəbin direktoru, hara baxır məktəbin texniki işçiləri. Elə hər dəfə video çəkəndə üzümüzü tuturuq, deyirik, cənab prezident sizdən xahiş edirik. Yaxşı, cənab prezident bu işləri eləyəndirsə, sizləri ora niyə qoyub? Bu işləri sizə niyə tapşırıb? Yəni, belə şey ola bilməz də həqiqətən də. Yəni, bu heç yerdə belə bir şey ola bilməz. Ancaq bizim təzə tikilib, heç 3-4 aydır bu məktəb tikilib, məktəb bərbad vəziyyətindədir. Məktəbin qabağında elə bir kartoşka əkib becərirlər. Bir palçıq dizə çıxıb. Və belə şey olmaz axı. Ayrılan vəsaitlər, ayrılan pullar, nə bilim, ora görülən işlər normal olsaydı, elə olmazdı o vəziyyət. Xahiş edirəm Təhsil Nazirliyinə, cənab nazir, üzümüzü sizə tuturuq. Cənab prezidentə tutmuruq, üzümüzü sizə tuturuq ki, yəni bu işləri ciddi nəzarətə götürün, xahiş edirik, tapşırıq verin ki, bu iş aradan qalxsın. Sabahları qar düşəcək yerə, şaxta olacaq. Onda necə olacaq? Yaxşı. Gedib görəcək, uşaqlar donub oturublar elə stolun üstündə.